Şordere. Çəkirəm Şorderəni. Şorderenin şəlaləsi. Su görsənir. Buradan kəndin bir görkən evlərini çəkəcəm. Şorderədə bir evləri. Bəşirgilin evidir, birinci ev. Buradan bacardığım qədər yaxınlaşdırıb bir evləri çəkəcəm. Kəndin qəbirstanlığıdır. Yoldur. Kəndin evləridir. Bir demək olar ki, göstərəcəm. Bizim evdə buradan yaxşı görsəniz, ümumiyyətcə kəndin evləri, əksər evləri buradan daha yaxşı görsənir. Başlıbel kəndinin demək olar ki 80% evlərini buradan çəkə biləcəm. Işırlan dediğimiz tərəfdir. Axıra qədər görkən evlər. Sonra kəndin mərkəzi evləridir. Mərkəzi evləridir buradan. Barutlu qolu olan evlər. Barutlu olan evlərdir. Çəkəcəm bunu. Otay məktəb. Eləcə də barutlu tərəf. Buradan Dəli dağa qədər görsənən mənzərə. Artıq duman Dəli dağın başını alıbdır. Sonra Kahanın başındakı evləri göstərəcəm buradan. Bu Kahanın başındakı evlərdir. Buradan yenə də Posta tərəfli faciə olunan yer buradan görsənir. Dağlar görsənir. Kahanın başındakı evlər yenə də buradan. Qalaça dediyimiz yer buradan görsənir. Qalaçadır. Artıq duman Dəli dağın başını alıbdır. Burada yarğan dediğimiz yerdir. Ağaçlar da var, bitifdir. O taydaki evlər buradan görsənir. Otay məktəb tərəfdə olan evlərdir. Eləcə də kəndin aşağı hissəsində olan bəzi evləri buradan çəkib göstərəcəm sizə. Bu da kəndin aşağı hissəsində olan evlər. Demək olar ki, kəndin buradan evlərinin 80%-i çəkə bildim. Qalıqlarını çəkə bildim. Görsənməyən evlər də var. Amma əksər evlər çəkildi. Çəkdim buradan. Əksər evlərin qalıqları buradan görsənir. Bu da kolxozun binasıydı. Poçtuydu, hamam idi. Görsənən evlərdir bu. Şor tərəfə istiqamətinə olan evlərdir. Kəndin demək olar ki, əksər evləri buradan çəkə bildim.
qədər.